20 noyabr 1979-cu il. İslam dünyası yeni bir əsrə Hicri 1400-cü ilə qədəm qoyurdu. Milyonlarla insan bu müqəddəs tarixin sülh gətirəcəyini düşünərkən dünyanın ürəyi sayılan Kəbədə zaman sanki dayandı. Bir sabah namazı tarixin ən böyük kabusuna necə çevrildi? Sübh namazı yenicə bitmişdi. Təxminən 50 min zəvvar Kəbənin həyətində idi. Birdən-birə izdihamın içindən bir neçə nəfər irəli çıxdı. Onlar yanlarında gətirdikləri tabutları ortaya qoydular. Hər kəs elə bildi ki, cənazə namazı qılınacaq. Lakin o tabutların içində cəsədlər yox, avtomatlar, qumbaralar və minlərlə sursat gizlədilmişdi. Basqının başında Cüheyman Əl-Uteybə adlı keçmiş hərbçi və onun 500-ə yaxın silahlı adamı dayanırdı. Onlar bir anda Kəbənin qapılarını qıfılladılar. Mühafizəçiləri zərərsizləşdirdilər və mikrofonu ələ keçirdilər. Bütün dünyaya qan donduran o elanı etdilər. Mehdi gəldi, bizə biət edin. Kəbə artıq ibadət mərkəzi deyil, təxminən 50 futbol meydançası böyüklüyündə nəhəng bir cəbhə idi. 50 min insan girov götürülmüşdü. Silahlılar Kəbənin minarələrinə snayperlər yerləşdirmişdilər. Səudiyyə Ərəbistanı ordusu şokda idi. İslamın ən müqəddəs məkanında qan tökmək qadağan idi. Lakin Cüheymanın adamları dayanmırdı. Kəbənin həyatına tanklar girdi. Ağır pulemyotlar işə düşdü. Lakin mühasirəyə alınanlar Kəbənin altındakı yüzlərlə yeraltı tunelə çəkilərək müqavimət göstərirdilər. Ordu içəri girə bilmirdi. Günlər keçirdi. Azan səsi susmuşdu. Kəbə qıfıllanmışdı. Səudiyyə rəhbərliyi çarəsiz qalanda Fransadan yardım istədi. Fransız komandaları gəldi. Lakin böyük bir problem var idi. Qeyri-müsəlmanların Məkkəyə girməsi qəti qadağandı. Bu problemi həll etmək üçün bir üsul tapdılar. Fransız komandalara kağız üzərində kəlmə-i şəhadət gətirdilər. Beləliklə, hüquqi bir bəhanə ilə onların müqəddəs torpaqlara girişi təmin olundu. Fransızların məsləhəti ilə tunellərə xüsusi qazlar vuruldu və su doldurularaq elektrik verildi. 14 gün davam edən bu dəhşətli əməliyyatın sonunda Cüheyman və sağ qalan adamları təslim oldular. Rəsmi rəqəmlərə görə 270 nəfər həlak olmuşdu. Hadisədən sonra Cüheyman və 63 tərəfdarı edam edildi. Kəbədə belə silahlar danışa bilirsə, insan hikkəsi qarşısında toxunulmaz sayılan hansı dəyər ayaqda qala bilər? 1979-cu il hadisəsi sadəcə bir terror aktı deyil, bəşəriyyətin ən müqəddəs hisslərinin necə istismar olunduğunun qanlı sübutudur.